Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Putinin Azərbaycanla bağlı planı məhv oldu, vəziyyəti dəyişdirən həmlə. Sərhəddən təcili xəbər, ordu hərəkətə keçir, Ermənistan əhalini köçürür. Erməni deputat Bakıda hər şeyi bilirlər deyib, hərbi sirri yaydı. İranın patriotları dələn silahları, hansı taktika dünyanı şoka salıb? Rusiya Türkiyəyə xəbərdarlıq etdi. Vəziyyət olduqca təhlükəlidir. Ermənistanın hakim partiyası daxilində qarşıdurma yaranıb. Vətəndaş müqaviləsinin deputatı Hayk Sarkisyan Müdafiə Nazirliyini, o cümlədən nazir Süreyya Papikyanı sərt tənqid edib. Erməni deputat bildirib ki, orduda elementar gigiyena standartlarına əməl edilmir. Əskərlər həftədə bir dəfə hamamdan istifadə edə bilirlər. Hayk Sarkisyan hərbi sir hesab olunan məlumatı da açıqlayıb. Bildirib ki, son 10 ildə orduda çağırışçıların sayı 44 mindən 14 minə düşüb. Jurnalistlər bu cür məlumatların açıqlanmasının yol verilməz olduğunu desə də, erməni deputat onsuz da düşmən Ermənistan ordusu haqqında hər şeyi bilir deyə cavab verib. 44 günlük müharibə zamanı Azərbaycanın Ermənistan bölmələrinin və komandanlığının hər bir hərəkətini, təchizat yollarını və yerləşməsini bilməsi faktı ortadadır. Bakıda hər şeyi bilirlər, o deyib. Qeyd edək ki, Hayk Sarkisyanın adı növbəti parlament seçkilərində partiyanın seçki siyahısından çıxarılıb. Bundan sonra onun hakim komandaya qarşı ittihamları güclənib. İranın yeni taktikaları yaxın şərqdəki müdafiə planlarını alt-üst edib. Xüsusilə Tehranın İsrailə qarşı hücumlarında kasetli bombalardan istifadəsi dünyada təəccüblə qarşılandı. Çünki bu yanaşma İsrailin güclü raketdən müdafiə sisteminə nüfuz etmək imkanı yaradıb. Telegraf xəbər verir ki, bu barədə Zevozon saytı yazır. Məqalədə bildirilir ki, İran müharibənin davam etdiyi 5 həftə ərzində 500-dən çox raket, o cümlədən ən azı 30 kasetli bomba atıb. 12 günlük müharibədə də kütləvi şəkildə istifadə edilən bu döyüş başlıqları İsrailin raketdən müdafiə sistemlərini dəlməyi bacardı. Sayt qeyd edib ki, İranın kasetli bombalarında 20-30 sursat, Xürrəmşah raketlərində isə 2-5 kiloqram ağırlığında 80-ə yaxın sursat mövcuddur. Sayt qeyd edir ki, İranın kasetli bombalarında 20-30 sursat, Xürrəmşah raketlərində isə 2-5 kiloqram ağırlığında 80-ə yaxın sursat mövcuddur. Bu raketlər 7 kilometr hündürlükdə uçur və 27 kilometr radiusda hərəkət edir. Bu da onların qarşısını almağı çətinləşdirir. Patriot və David Sling sistemləri bu raketlər qarşısında uğursuzdur. Türk axını qaz kəmərinin Avropa hissəsinə edilən hücumlarla bağlı vəziyyət son dərəcə təhlükəlidir. Telegraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib. Kremlin sözçüsü Serbiyada qaz boru kəmərindən bir neçə yüz metr aralıda partlayıcı maddələr və detonatorların tapılmasına şərh verərkən bildirib. Vəziyyət potensial olaraq çox təhlükəlidir. Həm Türk axını, həm də mavi axın infrastrukturunun müxtəlif hissələri dəfələrlə hücuma məruz qalıb, onlara Kiyev rejimi tərəfindən hücum edilib. Peskov ümid edir ki, Ankara, Ukrayna prezidenti Volodimir Zelenskiyə Türk axını və mavi axına hücumların qəbul edilməzliyini çatdırıb. Kremlin sözçüsü qeyd edib ki, Rusiya Budapeşt və Belqradın Avropa ərazisindəki qaz boru kəmərlərinə təhlükəni minimuma endirmək üçün tədbirlər görəcəyinə ümid edir. Həmçinin ümid edirik ki, Ankarada Zelenski ilə son təmaslar zamanı ona boru kəmərlərinin infrastrukturuna qarşı bu cür aqressiv hərəkətlərin qəbul edilməzliyi barədə məlumat verilib. Peskov əlavə edib. Ermənistanda azyaşlı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb. Telegraf xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qiyani Qaragezyan bildirib. Qaragezyan bildirib ki, bununla bağlı dövlət proqramı icra edilir. Proqramda iştirak etmək üçün kənddə tikinti icazəsi, layihə planı və smeta ilə birlikdə torpaq sahəsinə sahib olmaq lazımdır. Erməni rəsmi qeyd edib ki, sərhəd kəndlərində əhali sayının artırılması istiqamətində iş görülür. Əsasən məktəblərdə boş yer sayının 50%-dən çox olduğu kəndlərə üstünlük verilir. Bu yerlərin ən azı 20%-i doldurulmalıdır.
Əsas tələblərə əlavə olaraq bir şərt də var. Proqramda iştirak etmək istəyənlərin ən azı 10 yaşdan kiçik bir uşağı olmalıdır. Bununla yanaşı İrəvanda daşınmaz əmlakı olmamalıdır. Bu, hökumət tərəfindən tikilən əmlakın bağ evinə çevrilməsi riskinə qarşıdır. Proqramda iştirak etmək istəyənlərə sərhəd kəndlərində yaşamaları üçün bütün dəstək veriləcək. Lakin bura Tavuş bölgəsinin 4 sərhəd kəndi daxil deyil. Bağanis, Berkaber, Voskaper və Kirans, o bildirib. Bu kəndlərin istisna edilməsi Azərbaycanla sərhədin delimitasiyası prosesindən qaynaqlanır. Sərhədin müəyyənləşməsi prosesində Qazaxın anklav olan kəndlərinin qaytarılacağı gözlənilir. Ermənistan hakimiyyəti mayın 28-də Respublika günü münasibətilə İrəvanda geniş miqyaslı hərbi parad keçirməyi planlaşdırır. Bu barədə Jukovort məlumat yayıb. Nəşrin yazdığına görə paradda son illərdə xarici ölkələrdən alınan bütün hərbi texnikanın nümayiş etdirilməsi və bununla son 10 illikdə belə geniş miqyaslı silahlanmanın həyata keçirilmədiyi təəssüratının yaradılması planlaşdırılır. Əgər bu məlumat təsdiqlənərsə, bu diqqət çəkən və ziddiyyətli mənzərə yaradacaq. Hər gün sülh gündəliyindən danışan və özünü sülh tərəfdarı kimi təqdim edən Nikol Paşinyan hökuməti paytaxtın mərkəzində hərbi texnika nümayiş etdirərək ictimaiyyətə siyasi mesaj göndərməyə hazırlaşır. Üstəlik, təkcə xarici yox, ilk növbədə daxili auditoriya üçün. Bu da indiki hakimiyyət dövründə ordu quruculuğu və silahlanmanın görünməmiş səviyyədə olduğunu göstərmək üçün edilir. Bu cəhd həm də siyasi müqayisə cəhdidir. Söhbət rəqiblərini aqressiyada, müharibəni qızışdırmaqda və sülhü pozmaqda ittiham edən, amma indi ordudan hərbi və texnikadan siyasi nümayiş üçün vasitə kimi istifadə etməyə hazırlaşan hökumətdən gedir. Rusiyada anlayırlar ki, bu məsələ yalnız mövcud hakimiyyətin yox, həm də bütöv cəmiyyətin baxışıdır. Ermənistan cəmiyyəti Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri yenidən nəzərdən keçirir. Teleqraf xəbər verir ki, bunu erməni politoloq Styopa Safaryan Moskvada Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi bəyanatları şərh edərkən deyib. Rusiyanın Ermənistanı sol cibinə, Azərbaycanı isə sağ cibinə qoymaq planı alınmadı. Onların Qafqazla bağlı bu siyasəti məhv edilir, ekspert qeyd edib. Politoloqun fikrincə, Rusiya Ermənistanla bağlı nə edəcəyini bilmir. Ermənistanı cəzalandırmaq onu Rusiyanın istəmədiyi istiqamətə daha sürətlə getməyə məcbur etmək deməkdir. Cəzalandırmamaq isə Ermənistanın suveren siyasət çərçivəsində etdiklərini davam etdirməsinə imkan verməkdir. Əgər Ermənistanın Avrasiya bazarına çıxışını bağlasalar, bununla hədələyirlər. Bu da problemli addım olardı. Çünki Lars yolunu bağlamaq Rusiyanın Qafqaza yeganə yolunu bağlamaq deməkdir. Üstəlik belə addımlar İrəvanı Moskvanın ölümcül dərəcədə qorxduğu qərarlar qəbul etməyə sövq edə bilər. Putinin Ermənistandakı Rusiya meyilli qüvvələrlə bəyanatına toxunan Safaryan söyləyib ki, Rusiya lideri bu çıxışı ilə əslində həmin qüvvələrə zərər vurub. Başqa bir ölkənin prezidentinin digər ölkədə daxili işlərə müdaxilə edən qüvvələrə sahib olduğunu deməsi rüsvayçılıqdır. Bu, həmin siyasi qüvvələrin dəfn olunması deməkdir. Safaryanın fikrincə, Vladimir Putinin bu bəyanatı Ermənistan Mərkəzi Seçki Komissiyasının həmin qüvvələri qeydiyyata almaması üçün kifayət edir. Onlar güclü Ermənistandan danışırlar. Başqa bir fraksiya isə Ermənistan adını daşıyır. Amma nəticədə məlum olur ki, bunlar sadəcə Ermənistan adından istifadə edərək başqa ölkələrə xidmət edən qüvvələrdir. Aprelin 1-də Vladimir Putin Nikol Paşinyanla görüşdə Ermənistanda həbsdə olan Rusiyalı milyarder Samvel Karapetyanla bağlı məsələyə diqqət çəkib. Putin deyib ki, Ermənistanda qarşıdan gələn seçkilərdə iştirak etmək istəyini bildirən və Rusiya pasportları olan şəxslərin olduğunu və onlardan bəzilərinin həbsdə olduğunu bilir. Bu sizin qərarınızdır, amma biz istərdik ki, Rusiya pasportu olanlar daxili siyasi proseslərdə iştirak edə bilsinlər. Ermənistan baş nazirinin Rusiya prezidentinə cavabı belə olub. Diqqətinizi ona çəkmək istəyirəm ki, bu seçkilərdə ancaq Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilərlər. Başqa sözlə desək, Ermənistan konstitusiyasına görə Rusiya pasportuna malik şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilərlər. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-sində keçiriləcək.